Azərbaycanda tam normal sayılan bu kəlmələr Amerikada qanunla belə problem yarada bilər. O tez yorulur, onun diabeti var axı. Amerikada kiminsə səhhəti ilə bağlı, bax belə bir ifadə işlətsəz, deyək ki, iş həmkarınızdır, qonşu, tanış, onun deməli xəstəlik tarixçəsi, hal-hazırki xəstəliyi barədə təbii ki, qripdən söhbət getmir, belə biraz daha uzun çəkən, ağır xəstəliklərdən söhbət gedir. Bu məlumatı paylaşsanız, həqiqətən bir insanın belə səhv təsir eləsə o insana, bu məhkəmə işinə belə çevrilə bilər. Nə özünüz barədə bunu deməyinizə ehtiyac yoxdur, nə qarşınızda duran insandan bunu soruşmaq, ya da ki, üçüncü şəxs haqqında bu məlumatları açmaq məsləhətli deyil. Qardaş, biz həmişə hakimiyyəti dəstəkləmişik. Amerikada hakimiyyət barədə, partiya barədə falan, bunlar pisdir, bunlar yaxşıdır, biz bunlara səs vermişik, bunlara səs verməmişik, bu barədə öz fikirlərinizi, öz addımlarınızı paylaşmaq, qarşınızda duran insandan bunları öyrənmək, soruşmaq və üçüncü şəxsin siyasi fikirlərini açıq